Mənim qolumda yoxdur. Sənə baxın dayı. Atam xəstədir. Yəni dayı. Allah şəfa versin. Sağ ol. Dayı belə mənim qolumda yoxdur. Yəni belə iş gedə bilmirəm də. Sənə baxın dayı. Allah köməyin olsun. Nə yoxdur ki qolun? Nə olur ki? Özüm kuryer işləyirdim dayı. Yəni belə də. Allah şəfa versin. Hər nə olursa qardaş, Allah şəfa versin. Belə pulum da yoxdur. Pul yoxdur. Oturanda demək lazım idi pulum yoxdur. İndi atam xəstəxanadadır. Halal xoşun, narahat ol. Alnıda dayı, hə? Problem yoxdur, narahat ol. Halal xoş. Xəstəxanaya nəsə köməkli ehtiyacınız adı nəsə lazımdır. Sağ olun dayı. Həm də biraz, vallahi əlim aşağıdır. Həm 10 manat, 15 manat kömək eləyə bilərəm, problem yox. Sağ olun dayı. Belə buralarda saxlayırsınız. Buyurun. Belə dayı, bir dənə işıq yandıra bilərsiniz. Bu sosial eksperimentidir dayı. Qardaşlarım qazanıram, Allah köməyiniz olsun. Yəni mən halallıq vermişəm, problem yoxdur. Yox, dayı, bir dəqiqə, burada məndə zərfdə pul olmalıydı, gözləyin. Bax dayı, bunun içində pul var, yəni buyurun. Ehtiyac yoxdur qardaş ona. Yox. Vallahi ehtiyac yoxdur. Yaxşılığa yaxşılıq. Vallahi ehtiyac yoxdur deyirəm. Buyurun, buyurun. Sağ ol. Əgər məni tanısaydınız, sosial mediadan məni takip eləsəydiniz, əlavə də pul mükafatı qazanasıydınız. Ona görə də hər kəs məni takip etsin, hər an mən sizin qarşınıza çıxa bilərəm. Belə halallıq verirsən? Halal xoşunuz var, buna da ehtiyac yox idi vallahi. Yəni mən bu videonu paylaşa bilərəm? Paylaş, problem yoxdur. Sağ olun dayı. Sağ ol.